Yenidən bir məlumat alaraq düşmənin digər bir postuna hərəkət elədik və orada olan düşmənin canlı qüvvəsini məhv eləməliyik. Cütlülər şəklində hərəkət edərək posta yaxınlaşdıq. Mənim yanımda mənim cütlüyüm hazırda qazi olan qardaşım Məmməd Sərxanla bir yerdə. Digər yoldaşlar Ağasəmi və adını sadalamadım. Hal-hazırda xidmətdə olan döyüşçü yoldaşlarım öz mövqələrini tutdular və düşmənin postunun ətrafında gəzən patrul, yəni növbətçilik sistemini aradan götürdük və atış başladı. Bu zaman demək olar ki, mən Sərxanla bir-birimizi qoruyaraq düşmən postunun sağ tərəfinə yaxınlaşdıq və o digər şəxsiyyət də